Herkese salam. Bugün natural ədədlər mövzusuna izah verəcəm. Artıq kanalda həm riyaziyyat, həm də Azərbaycan dili fənninə aid video izahlar paylaşılacaq. Gəlin başlayaq. Amma ondan əvvəl demək istəyirəm ki, hər kəsin dəftər və qələmi hazır vəziyyətdə qalsın. Çünki mən dedikcə bəzi qeydlər olacaq ki, siz də onları özünüzdə qeyd edərsiniz. Natural ədədlər 2 hissədən ibarət olacaq. Birinci hissədə ümumi məlumatları deyəcəm, ikinci hissəni isə əbu və çuba həsr edəcəm. Natural ədədləri tərif edək uşaqlar. Sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyəcəyik. Və əlifbamızın böyük hərfi olan N hərfi ilə işarə edirik. N hərfinə nələr daxildir? 1-dən ta ki müsbət sonsuzluğa qədər olan ədədlər olacaq bizim natural ədədlərimiz. Bizim ən kiçik natural ədədimiz 1 olacaq, ən böyük natural ədədimiz isə sonsuzluq, yəni bilinmir. 0 isə natural ədəd olmayacaq. Rəqəm və ədəd anlayışı. Rəqəmlərimiz hansılardır? Rəqəmlərimiz 0-da daxil olmaqla ta ki 9-a qədərdir. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu aralıqlar da bura aiddir. Ədədlərimizi isə həm onlar, yəni 0-dan ta ki 9-a qədər, həm də ki onların yaratdıqları, məsələn 9 nələri yarada bilər? Tutalım 9 20-ni yarada bilər, 91-i yarada bilər. Yəni bütün onların yaratdıqları da bir ədəddir. Tək və cüt ədədlər. Tək ədədlərimiz hansılardır uşaqlar? Sonluqlara baxaraq da, məsələn, bizə bir ixtiyari ədəd versə, biz onun sonuna baxaraq onun tək və cütlüyünü müəyyənləşdirə bilərik. Əgər sonunda görsəz ki, 1 var, 3, 5, 7 və 9 varsa, olur tək. Əgər sonunda siz nə görsəz? 0 görsəz, 2, 4, 6 və 8 görsəz, olacaq cüt ədədlər. Gəlin bir nümunə deyək. Məsələn, nə olsun? Olsun 20. 20 nədir? Cütdür. Bəs desəm ki, mənfi 47. Baxın, bu da təkdir. Çünki mənfi tam ədədlər də tək və cüt ola bilir. Gəlin tək və cüt ədədlərə dair bir dənə misal nümunəsi işləyək. Misalda nə deyir? Deyir ki, n və n ədədləri, n və n. Yazıram qabağından t, yəni təkdir. Sizdən nə soruşur? Deyir, m topla n-in çöl kvadratı üstəgəl 2 ifadəsinin tək və cütlüyünü araşdırmaq lazımdır. Biz də buradan bir ox çəkək, sual işarəsi qoyaq. Təkdimi, cütlümü bilmirik, amma necə araşdırmalıyıq? Əvvəlcə cümlənin əvvəldə bizə nə deyibdir? Deyir ki, n və n təkdir. Ürəyiz istəyən bir ədəd deyin. M-ə 1 verin, n-ə də 3 verin. Amma tək olmalıdır, yəni cüt ola bilməz. Çünki sizə zaten onu deyir də. Gəlin yerinə qoyaq. M topla n. Açıq-açıq yazıram. 1 topla 3. Çöl kvadrat üstəgəl 2. Bərabərdir. Baxın, buraya eləyir 4-ün kvadratı 16, üstəgəl 2 eləyəcək 18. 18 necə ədəddir? Cütdürmü? Bəli, çünki sonunda nə görürəm? 8 görürəm. Deməli, mən bu ifadənin tək və cütlüyünü araşdırdım. Bu olur cüt bir ifadə. İndi isə keçid eləyək mərtəbə vahidlərinə. Yadınızdadsa mərtəbə vahidlərinin biz 5-ci sinifə giriş eləyəndə keçmişdik. Hansıları idi? Təklik, onluq, yüzlük. Gəlin onu bir ədəd üzərində danışaq. Tutalım olsun 123.695. Sağdan sola doğru olur ha mərtəbə vahidləri. Məsələn, təkliyə 5 olacaq, onluq 9 olacaq, 6 yüzlük olacaq, 3-ə düşəcək minlik, 10 minlik və sonuncusu da olacaq 100 minlik. Belə-belə gedəcək. Bəzən də suallarda nələrlə qarşılaşırıq ki, bu topluda da var, güvəndə də olur. Müxtəlif vəsaitlərdə bu suallarla qarşılaşırsınız. Nə idi? Məsələn, təkliyin mərtəbəsi 5-dir. Amma sizdən soruşa bilər təkliyin sayını, yüzlüyün sayını. Baxın, buradan yazıram. Yüzlük sayı. Yüzlük sayını nətər tapırsınız? Baxın, yüzlük hardadır? Birinci o mərtəbə vahidini tapıram. 6-dır. Nöqtə qoyuram altına. 6-ya qədər olanları götürəcəm. 6-ya qədər nələri görürsünüz? 1236. Baxın, bu olacaq sizin yüzlük sayınız. Minlik sayda, məsələn, 3-ə qədər olacaq da, düzdür, olacaq 123. Onu da yazmıram, şifahi olaraq dedim, yadınızda saxlayın. Hər hansı bir ədədi mərtəbə toplananlarının cəmi şəklində göstərə bilərsiniz. Olsun 129. Baxın, 129-un mərtəbə vahidlərini yazaq. 9 təklikdir, onluqdur, buna da düşür yüzlük. Ağzınızdan çıxana diqqət edin. 1 nədir? Yüzlükdür. Avtomatik mən 1-i 100-ə vuracam. Üstə gəlinsin. 2 nədir? Onluqdur. 2-ni vuracam ona. Üstə gəlinsin. 9 nədir? Təklikdir. 9-da vuracam 1-ə. Sizə həqiqətən 129-u verirmi? Bu verir.
100 plus 20 plus 9 alındı mı? Alındı. Siz bunu bilinməyən ədədlər üzərində tətbiq edə bilərsiniz. İndi soruşacaqsınız ki, müəllimə nə deyir? Baxın, məsələn, tutalım olsun AB üstü xətt. Baxın, AB üstü xətt bir ədəddir. 2 rəqəmli ədəddir. Rəqəmləri də 1-dən 9-a qədər ola bilər. A da 1-dən 9-a qədərdir. Bəzən uşaqlar bunu unudur. A da daxildir 1-dən 9-a qədər olan rəqəmlər, həmçinin də B-də daxildə 1-dən 9-a qədər olan rəqəmlərəm. Yəni, siz A ilə B-yi 11 verə bilməzsiniz. Ayrı-ayrılıqda bəhs edirəm. 11 vermək olmaz. Və ən çox qarışdırılan məsələlərdən biri isə AB üstü xəttlə AB-nin fərqidir. Baxın, bura bir dənə yazıram. AB üstü xətt və AB-nin fərqi nədir? AB üstü xətt 2 rəqəmli bir ədəddir. Tutalım, A-ya verirəm hər hansı bir rəqəm 7, B-yə verirəm 8. Nə olunur uşaqlar? 78. AB-yə verirəm, yenə də eyni qaydada 7, 8. Amma onlar arasında görünməz bir vurma əməli var. Yəni, nöqtə işarəsi var ki, o qoyulmur. 7 vur 8, o da eləyir sizə 56. Yəni, bu A vur B əslində 56 imiş. Amma AB üstü xətt isə 78 imiş. Bunlar tam fərqli şeylərdir. Deməli, dəyişənlərin üstündə xətt olanda olur ədəd. Xətt olmayanda olur dəyişənlərin vurulması. Bunu da qarışdırmayın. İndi gəlin açılışlara baxaq. Tutalım bir ədəd deyirəm. AB üstü xətt. Necə açıram? B nədir? Təklik. Buradan yazıram. B təklikdir. A-ya da düşür onluq. A onluqdursa, dedim, A-nı ona vurmalısınız. Eləyəcəkmi ona? Üstə gəlinsin. B təklikdirsə, B-ni 1-ə vurmalısınız. Eləyəcək B. Və yaxud olsun AB 3. Ya da dəyişirəm bunu. A3B. Üstü xətt olsun. Bərabərdir. Təklik onluq yüzlük kimi açırıq. Bu təklikdir, bu onluqdur. Buna da düşür yüzlük. Yəni A vur 100 olsun 100-a. Üstə gəlsin 3 vur 10. Baxın, diqqət edin. Götürüb yazırlar plus 3. Axı 3 onluqdursa 3-ü niyə ona vurmursunuz? 3 vur 10 eləyəcək 30. B vur 1 eləyəcək 1. Bu açılışlar da belə olacaq. Sonra gəlir natural ədədlərdə toplama, çıxılma, vurulma və bölünmə əməlləri. Bu əməllər əslində aşağı siniflərdən sizə məlumdur, amma bəzən uşaqlar qarışdırırlar. Mən ona görə burada da qeyd edirəm. Gəlin birinci başlayaq toplama əməlindən. A topla B bərabərdir C. Burada nə var? Adları var. A-nın adı toplanandır. B-nin də adı toplanandır. C isə cəmdir. A-nı tapmaq üçün A məchul bir toplanan olsun. Yəni, cəmdən məlum toplanana çıxacaqsınız. B-ni tapmaq üçün isə cəmdən digər məlum toplananı, yəni A-nı çıxacaqsınız. C-ni tapmaq üçün isə uşaqlar, elə bil əvvəldən axıra qayıdış eləyin də C A plus B olmuş olacaq. İkincisi, bu da olsun çıxma əməli. A çıxılsın B bərabərdir C. Adlarını yazaq. Azalan, çıxılan, fərq. A-nı tapmaq üçün uşaqlar nə ayırırıq? C ilə B-ni toplayırıq. C plus B. Yəni, fərqlə çıxılanı toplayırıq. B-ni tapmaq üçünsə A-dan C-ni çıxırıq. Azalandan fərqi çıxırıq. A çıx C. Üçüncüsü də olsun vurma əməli. A vuraq B bərabərdir C. A nədir? Vuruq. B də vuruq. C də isə hasildir. A-nı tapmaq üçün C-ni B-yə bölürsünüz. Kəsir xətti ilə yaza bilərsiniz, belə də yaza bilərsiniz, səhv deyil. B-ni tapmaq üçün isə C-ni A-ya bölürsünüz. Bu da belə olacaq. Dördüncüsünə keçid edirəm. Dördüncüsü də bölmə əməlidir. A bölü B bərabərdir C-dir. Bəzən uşaqlar bu A ilə B-nin adlarını qarışdırırlar. A-ya bölən deyirlər, B-yə bölünən deyirlər və yaxud da əksinə. Baxın, bunu necə yazıda saxlayın. A birincidir, ona görə hərfi uzun olan gəlir. Bölünən daha uzundur. Bölən isə qısadır. İkincidə qısa olan gəlir. C-yə də qalır nə? Qismət. Burada A-nı tapmaq üçün nə ayırırsınız? B-ni C-yə vurursunuz. B-ni tapmaq üçün isə C-ni A-ya, A-nı C-yə bölürsünüz. Qeyd edək, A bölcü. A bölcü. Sonra burada bir nümunələr yazaq. Məsələn. Nə olsun? Olsun x topla 40 bərabərdir. Tutalım 51. Bu toplama əməlidir. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 51-dən 40-ı çıxırıq, eləyir 11.
x bölünsün 12 bərabərdir 1. Bölünəni tapırıq, yəni x-i. Nə edirik? B-ni C-yə vururuq. Qisməti bölənə vururuq. 1 vur 12, eləyəcək 12. Bu da tapılma üsullarıdır. Yeni bir başlıq qeyd eləyin. Yəni, natural ədədlər bölməsinin tərkibindədir bu başlıq. Qalıqlı bölmə. Qalıqlı bölmə. Deməli, biz bilirik ki, A bölü B, burada da qeyd edirəm, A bölü B bərabərdir C. Bu qalıqsız bölmədir. Yəni, tamdır da, tam bölünüb. Bir də var ki, bunun qabağından yazıram tam, siz də qeyd edə bilərsiniz. Bir də var ki, A bölü B bərabərdir C. Bir dənə də burada qalıq alınıb. Bu da olur qalıqlı. Yadınızdadsa, siz burada A-nın tapılma qaydasını keçmişdik. Bayaqlar elə. Bax, nə dedik? A-nın tapılma qaydası nədir? BC. Mən də buradan yazıram. A burada BC-yə bərabərdir. Onda qalıqlı bölmədə də belə bir şey çıxır ortaya. 1, baxın, burada 2 dənə vacib məqam var, başqa heç zat. Bu 2 dənəni bilməlisiniz. Birincisi nədir? Əgər A-nı tapanda B-ni C-yə vurursunuzsa, qalıqsız bölmədə. Qalıqlı bölmədə bir qalıq varsa, üstünə də qalığı gəlin. A bərabər olacaq. BC, amma bir dənə də qalığı varsa, topla 2. İkincisi, qalıqla bölən arasında bir münasibət var. Həmişə bölən qalıqdan böyük olmalıdır. İndi hərfləri nə işarə eləmişik? Böləni B ilə işarə eləmişik, qalığı da Q ilə. Yəni, B Q-dən həmişə böyük olacaq. Bəzi qanunlarımız var ki, biz bunlardan natural ədədlər mövzusunda istifadə edəcəyik. Bu qanunlarımız hansılarıydı? Birinci, paylama. Paylama qanunu. Baxın, tutalım bizə verib ki, A vuraq, B üstə gəl C və A vuraq, B minus C. Mötərizənin içərisində gələn ədədlər var ki, biz onu hədbəhəd A-ya vuracaq. Məsələn, A birinci nəyə vuraq? B-yə vururuq. Olur nə AB? Ortada toplama varsa uşaqlar toplayırıq. Sonra mötərizənin içərisində digər hərf nədir? C-dir. Olur AC. Çıxmada da eyni qaydada sadəcə ortaya bir çıxma atırıq. Düzəlir. Bir də var ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Necə çıxarırıq? Qulaq asın. Hər hansı bir ədəd yazıram. Olsun 12 vuraq 3, çıxaq 3 vuraq 4. İndi burada kiçik ədədlərdə siz kiçik ədədləri zaten vurub çıxa da bilərsiniz. Amma böyük ədədlərdə artıq iş belə deyil də. Mütləq ortaq vuruq çıxartmalısınız. Məsələn, hərfli ifadələrdə çıxartmalısınız. Nə edirik? Çıxma bizə sərhəd rolunu oynayır. Yəni, sərhəddən bir əvvələ baxırsınız, sərhəddən bir də sonraya baxırsınız. Sərhəddən əvvəl nə görürəm? Ortaq, ikisində də olan. Yəni, sağda da olan, solda da olan. Nədir? Baxın, 1, 3 var. Sonra burada da bir 3 var. Deməli, mən 3-ü çıxartdım. Artıq 3-ü qırmızıladığım üçün onu bir də istifadə edə bilmərəm. Mötərizəmi çəkdim. Nə qaldı? 12 qaldı. Ortada bir çıxma qaldı. Bir də 4 qaldı. Mötərizənin cavabını hesablayaq. 8. Cavab eləyəcək. 3 vur 8. O da 24 edəcək. Bir də burada nələr yazacaqsınız? Bir qeyd. Qeydimiz nədir? Biz hər hansı ədədlər arasındakı olan tam ədədlərin sayını tapa bilərik. Tutalım, yazaq 1. A, B. Bu işarənin adı olacaq uşaqlar, parça. Yəni, burada parçanın mahiyyəti nədir? Parça onu deyir ki, həm A daxildir, həm A, həm də B daxildir. Daxil nə demək istəyir? Tutalım deyir ki, məsələn, nə olsun? 5 ilə 9 arasındakı olan ədədlərin sayını tapın. Hamı sayacaq. 5, 6, 7, 8, 9. Bəs sizə desə ki, tutalım 500 ilə 1500 arasındakı olan ədədləri tapın. Nə arasınız? Yəni sayasınız? Yox, təbii ki. Bu boyda ədədləri saymaq olmaz. O zaman düstur ortaya çıxır. Düstur nədir? Düstur deyir ki, B-dən A-nı çıx. Bax, 9-dan 5-i çıxıram. Üstünə də bir dənə 1-i gəlirəm. Qutardı. Yəni 9 çıx 5, 4 plus 1 olacaq 5 dənə. Saysaz yenə o 5 alasınız. İkinci intervaldım. Yazıram A, B intervalı. Buradakı mahiyyət nədən ibarətdir? Burada həm A daxil deyil, həm də B daxil deyil. İkisi də daxil deyil, amma parçada ikisi də daxil idi. Bunun düsturu nətər olacaq? Bunun düsturunda isə B-dən A-nı çıxırsınız, bir də çıxırsınız 1-i. Üçüncü. Bir tərəf olacaq interval, bir tərəf olacaq parçam. Bax,
Burada A parçadır, B isə intervala düşüb. O birisində A intervala düşsün, B isə parça. Burada nə edirsiniz? Sadəcə olaraq düsturumuz B-dən A-nı çıxmaqdır. Bu da belə. Və mahiyyət cəhətdən necədir? Məsələn, yazsa ki, 11 ilə 13 arasında olan ədədləri sayın. Baxın, 11 bura daxildir. Çünki niyə? Parça daxil. Parça olduğu üçün 11 parçaya düşüb, sayıram. 12 daxildir, amma 13 daxil deyil. Çünki 13 intervala düşüb. İntervalda isə sayılmıraq ucular. Ona görə 13-ü saymıram. 11 və 13 olacaq. Sonra isə gəlir formulalar. Formulalar nədir? Bizim ardıcıl tək ədədlərimizdir. Birincisi yazıram burada. Qısa-qısa yazacağım. Ardıcıl tək. Hamı bilir ki, bizim ardıcıl tək ədədlərimiz hansılardır? 3-dür, 5-dir, 7-dir, nə qədərdirsə saya bilərsiniz də. Yəni, uzun-uzadı gedir. Amma bəs formulası nədir? Sizdən sualda deyəndə deməyəsiniz ki, 3-dür, 5-dir. Axı, orada siz o ədədi konkret tapmalısınız. Ona görə burada formula ortaya çıxır. Formula nə deyir? Deyir, məni n-dən başlatdın. Aradakı bax, 3 ilə 5. Neçə artıb? 5, 7, neçə 2 artmayıb mı? Mən də 2 artırım da. N plus 2, N plus 4. Məsələn, burada dayandım. Bundan sonrası siz təxmin edə bilərsiniz də. N plus 6 olar. Çünki niyə 2 artıb gedəcək? Baxın, bu belə. İkincisi, ardıcıl tək varsa, deməli ardıcıl cüt də var. Ardıcıl cütlər hansılardır? Özümüzdən bir şey deyək. Nə olsun? 12 olsun, 14 olsun, 16 olsun. Bunlar bir nümunədir də. Bəs formula olaraq nədir? Formula deyir ki, ardıcıl cütəmsə 2-dən başlayacağam. Və 2 artı gedəcəm. Baxın, 12-dən sonra 14 gəlir. 2 artıraram. Nə olar? 2n plus 2. Sonra 2n plus 4 olar. Siz bunu davam elətdirə bilərsiniz də. 2n plus 6 və s. ilaxır. Belə-belə gedə biləcək. Üçüncüsü. Sadəcə ardıcıl olsun. Yəni, tək və cütlük heç bir fərqi yoxdur. Deyir, bir-birinin ardıca gəlsin də. Məsələn, 1, 2, 3. Görün, bir-birinin ardı ilə gəlir. Məhz bunun formulası necə olacaq? N ilə başladısa, baxın, 1-dən sonra 2 gəlib. 1 vahid artıb. Bax, bircə artır gedin də. N plus 1, N plus 2, 3, 4 belə gedə bilərsiniz. Bir məsələ verək burada. Onun üzərində gəlin formulalara baxaq. Deyir ki, 3 dənə ardıcıl cüt olmalıdır. Bu natural ədədlərin cəmi 60 olarsa, deyir, bu ədədlərin ən böyüyünü tapın. Tapaq da nə deyirik? Əvvəlcə ən vacib cümlənin altından bir xətt çəkirəm. Ardıcıl cütdür və 3 dənədir ha. 3 dənədirsə başlayıram. Birinə 2n dedim. İkincisinə 2n plus 2 dedim. Çünki 2 artır getməliyim. Buna da dedim 2n plus 4. Onda gəlin bunları cəmləyib 60-a bərabər eləyək. 2n üstə gəl 2n üstə gəl 2. 2n üstə gəl 4. Bərabərdir 60. Nə edirik? Əvvəlcə bilirsiniz ki, eyni qəbildən olanlar toplanılır. Yəni 2n, 2n, 2n. Bunları topladım. Neçə elədim? 6n. Sonra ədədləri toplayaq. 2 üstə gəl 4. 6 bərabərdir 60. Buradakı 6n-i tapmaq üçün gərək siz nə qayırsınız? 60-dan 6-nı çıxasınız. 54. N-i tapmaq üçün isə burada 6 ilə n arasında vurma var uşaqlar. Bəzən görmürlər bunu. 54-ü 6-ya bölürsünüz, eləyir 9. Baxın, nə edirsiniz? Ən böyük səhvlərdən biri. N-i tapırsınız, deyirsiniz, hə, vəsiyo, cavab budur. Yox. Axı siz axıra qədər oxumursunuz şərti. Sizə nə deyir? Bu ədədlərdən ən böyüyünü tapın. Ən böyüyü hansıdır? 2n, 2n plus 2 mi, yoxsa 2n plus 4 mü? Təbii ki, ən sonuncu 2n plus 4. 2n plus 4 ən böyükdür. Buradan bir ox qoyaq, gəlin yazaq. 2n plus 4-ü tapaq. Yəni 2 vur, n nədir? 9. Üstə gəlinsin 4. Bu da eləyəcək 18 plus 4, 22. Bu da belə bir nümunəmiz idi. Bölünmə əlamətlərinə keçək. Bölünmə əlamətləri. Birincisi, 1-ə bölünmə əlamətini hər kəs bilir, çünki bütün ədədlər 1-ə bölünür. Ona görə mən başlayıram 2-ə bölünmə əlamətinə. Cüt ədədlərimiz 2-ə tam bölünür. Tutalım olsun 28. Cütdü mü? Hardan bildim? Sonluğundan bildim. Sonu 8 ilə qutarıbdı. Ona görə deməli 2-ə tam bölünür. İkincisi, 3-ə bölünmə əlaməti. Rəqəmlərinin cəminə baxacaqsınız uşaqlar. Tutalım olsun 141. Rəqəmlər hansılardır?
1, 4, 1-dir. Bunları toplayırsınız. Neçə elədi? 6. 6 3-ə bölünürmü? Bölündü. Всё. 141 də 3-ə bölünür. Bu da buradaca bitdi. Üçüncüsü. 3-ə bölünmə əlamətindən sonra nə gəlir? 4-ə bölünmə əlaməti. 4-ə bölünmə əlaməti nə deyir? Deyir ki, sonluğuma baxasan, amma son 2 rəqəmimə sadəcə. Olsun 100 və olsun 132. Son 2 rəqəmimdə əgər 0 gördünsə, 4-ə bölünür. Son 2 rəqəmdə bir də 32 gördünsə, yəni 4-ə bölünən hər hansı bir ədəd. Bu 32 də ola bilər, 40 da ola bilər. Sadəcə son 2 rəqəmində 4-ə bölünən bir ədəd olsun. O zaman 4-ə bölünmə əlaməti ödənəcək. Dördüncüsü, nə gəlir? 5-ə bölünmə əlaməti. 5-ə bölünmə əlaməti isə yenə sonluğa baxırıq. Sonunda 0 və 5 varsa 5-ə bölünəcək. Tutalım 200. Sonunda 0 görürsünüzsə 5-ə qalıqsız bölünür. Beşincisi, 6-ya bölünmə əlaməti. 6 uşaqlar nə ilə nəyin hasilidir? 2 ilə 3-ün. Deməli, bu ədəd həm 2-yə bölünməlidir eyni anda, həm də 3-ə. Bir ədəd götürək. Olsun 108. 2-yə bölünür. Səbəbi var. Çünki son 8 ilə tutdum. Sonra 3-ə bölünürmü? 1 ilə 8-in cəmi eləyirmi 9? 9 3-ə bölünür. Всё. Əgər eyni anda bunlara bölünürsə, 6-ya bölünmə əlamətini də ödəmiş olacaq. Keçid eləyək. 6-cısına. 8-ə bölünmə əlaməti. 8-ə bölünmə əlaməti nə deyir? Deyir, son 3 rəqəmə baxacaqsan. Bax, 4 ilə eyni şeydir əslində. Sadəcə cüzi fərqləri var. 4-də son 2 rəqəminə baxırsınız. 8-də son 3 rəqəminə. Biz də baxaq son 3 rəqəminə. Son 3 rəqəm məsələn olsun 1000. Bir də olsun 5064. 5-i yaxşı yazaq. Son 3 rəqəmində 0 gördün. 4-də mı 2 dənə 0 görmüşdün. Bir də son 3 rəqəmində 8-ə bölünən hər hansı bir ədəd. Baxın, son 3 rəqəmi 0,64. Bu isə 64 kimi oxunur da. 8-ə bölünürmü? Bölünür. Deməli, əlaməti ödəyir. 7 gəlirmi? Yazaq. 9-a bölünmə əlaməti. Rəqəmlərinin cəminə baxacaqsınız. 3 ilə baxın. 4 ilə 8-i təxmini eyni deyə yazıcı saxlayın. 3 ilə də 9. 9-a bölünmə əlamətində də eyni qaydada rəqəmlər cəmi. Olsun 126. 126-nın rəqəmləri cəminə baxırsınız. 1 üstə gəl 2, üstə gəl 6. Eləyir 9. 9 9-a tam bölündüyü üçün ədəd özü 9-a tam bölünəcək. 8-ci. 10-a bölünmə əlaməti. Ən asanı budur. Çünki sonluğunda bir dənə 0 görsəz, 10-a bölünmə əlamətini ödəmiş olacaq. Məsələn, 120 olsun. Sonluğunda 0 görürsünüz, avtomatik 10-a bölünmə əlaməti ödənmiş olacaq. 9. 25-ə bölünmə əlaməti. Sonluğuna baxırsınız. 25-ə bölünmə əlamətində sonu 0, 0, 25, 50, 75 ilə qutarırsa, onda 25-ə tam bölünür. Olsun 225. Sonluğunda nəsə görürsünüz? 25 görürsünüz. Ona görə bu 25-ə bölünmə əlamətini ödəmiş olacaq. Bir də gəlir 10-cu, sonuncu. Digər bölünmə əlamətləri. Böyük ədədlər. Məsələn, olsun 12. 12 bölünmə əlamətini siz özünüz çıxarda bilərsiniz. 12 ilə nəyin hasilidir? 3 ilə 4-ün. Deməli, eyni anda həm 3-ə, həm də 4-ə bölünür. O 6 ilə oxşardır da, 6-nı nətər parçaladınız? 2 vur 3. 12-də 3 vur 4. Sonra 15-i necə parçalayarsınız? 3 ilə 5 kimi. 18 məsələn 2 ilə 9 kimi. Belə parçalaya bilərsiniz. Yəni, hasil şəklində göstərməlisiniz. O zaman bölünmə əlamətlərinizi ödəyəcək. Sonra gəlin qalıqlı bölməyə aid misallar var idi. Ən son misallara baxmaq istəyirəm. Çünki qalıqlı bölməyə aid misallara sona saxladım. Bölünmə əlamətlərini bildikdən sonra bunu işləmək daha yaxşıdır. İstifadə edirik bölünmə əlamətlərindən qalıqlı bölmədən. Qalıqlı bölmə. Baxalım. Bizə belə bir misal veribdim. Nə deyir? Deyir ki, 6243 vurağın 1344. Bu ədədin deyir 5-ə bölünməsindən alınan qalığı tapın. Tapaq da. Əvvəlcə yadınızda saxlayın. Vurmadan əvvələ baxırsınız. Burada 2 dənə ədəd var. Birinci ədədin qalığını tapırsınız. Sonra ikinci ədədin. Birinci ədədin qalığı nədir? 5-ə bölünmə əlaməti son rəqəmə baxmaqdır. 3. 3-ün 5-ə bölünməsindən alınan qalıq 3-dür. Birincinin qalığı 3-dür.
Ortada vurma var ha. Mən də vurmayı köçürdürəm eyni qaydada. İkinci, bu birisinin qalığına baxıram. Son rəqəmi nədir? 4-dür. 4-ün 5-ə bölünməsindən alınan qalıq 4-dür. Cavab eləyəcək qalıq 3 vuraq 4, 12. İndi yəqin ki, variantda bunu nişanlamayacaqsınız. Çünki niyə? Təsəvvür edin, siz bu ədədi 5-ə bölürsünüz, amma qalığı 12 tapırsınız. Heç elə şey olar? Yox, axı biz demişdik, qalıq böləndən kiçik olmalıdır. Amma mənim qalığım 5-dən böyüdür, 12-dir. Ona görə nə edirsiniz? 1 də 12-ni təzədən 5-ə bölürsünüz. O zaman aldığınız qalıq son qalıqdır. Yəni qalığımız alınacaq 2. Bu isə sizin son cavabınız olacaq. Bunu böyük ədədlərdə tətbiq edə bilərsiniz. Çünki topluda düşür ki, tutalım 6243, üstə gəlinsin 1344-ün çöl kvadratı plus 2. Yəni burada da eyni qaydada bu sual necə işləyiriksə hədbəhəd bölürsünüz və qalıqlar üzərində əməllər yerinə yetirirsiniz. Bir də belə sualla qarşılaşa bilərsiniz uşaqlar. Misal nömrə neçə olsun? Bu 1 idi, buna da 1-2 deyək. Deyir ki, A-nın 4-ə bölünməsindən alınan qalıq 1 olarsa, A üstü 2, A kvadratı yəni, plus 1, 1 olsun, hə. Plus 1-in deyir, 4-ə bölünməsindən, hətta 4 yox, 5 olsun. 5-ə bölünməsindən alınan qalığı tapın. Qalığını tapın. Fikirləşək uşaqlar. A elə bir ədəddir ki, bunu 4-ə bölmüsən və qalığı 1 tapmısan. Avtomatik bu ağlına gəlməlidir. A nədir? 5-dir də. 5-i 4-ə böləndə 1 alınıbdır. Ondan sonra o A-nı tapdın ha, bunu belə saxlayırsan. Sonra burada o soruşduğunda yerinə qoyursan. A kvadrat üstə gəl 1. Neçə eləyir? 5-in kvadratı plus 1 eləyir. 25 üstə gəlinsin 1. 26. Bizə 26-nı soruşmur ha. Hələ bu ifadəni biz indi 26 tapdıq. Deyir 26-nı 5-ə böl, ondan sonra qalığı tap. Biz də yazaq. 26 bölünsün 5 bərabərdir. Qalığa 1 yazaq, bəsdir. Deməli, bu ifadənin də 5-ə bölünməsinin alınan qalıq 1 olacaq. Uşaqlar, mövzu izahımız bu qədər olacaq. İnşallah gələn mövzularda görüşənədək. Gələn səfər isə əbub, əkob, mürəkkəb ədədin sadə vuruqları ayrılışı. Bunlar haqqında danışacağım. Sağlıqla qalın. Gələn videolarda görüşənədək.